A ve B qarşılıqlı sadə ədədlərdir. A bölünsün əbob AB 35 bölünsün B olarsa, əkob AB-ni hesablayın deyir. Əgər ədədlər qarşılıqlı sadədirsə, onların əkobu hasillərinə bərabər olmalıdır. Əbobu isə 1-ə bərabər olmalıdır. Çünki ortaq vuruqları yoxdur qarşılıqlı sadə ədədlərin. Ortaq vuruq yoxdursa əbob 1, əkob hasil götürülür. Bizə verilənləri gətirib indi yazıram. Şərtdə verib ki, A bölünsün əbob AB. Əbob AB-yi neçə tapdıq? 1 tapdıq. Yəni, qaydaya görə əbob AB 1-dir. Gətirib yerinə 1 yazıram. A böl 1 bərabərdir 35 bölünsün B. Burada da çarpaz şəkildə vururam. A-nı B-yə vururam. 35-i də 1-ə. 35-i də 1-ə vuranda 1 alırıq. Yəni, A vur B-yə hasili 35-dir. Bir də nə istəmişdi? Əkob AB-ni istəmişdi. Əkob AB nəyə bərabər olacaq? 35-ə. Doğru cavab C variantı.